Əmrah müəllim, mən belə bir dənə fərqli bir sual vermək istəyirəm. Bu suala mənim də öz cavabım var. Bunu nə vaxtında hardasa bildirəm. Amma prosta sizin fikrinizi bilmək istəyirəm ki, ədəbiyyat deyildikdə ədəbiyyat şairlik və yazıçılıq, yəni iki qol belə deyək də götürək. Bizim ədəbiyyatda ancaq adı çəkiləndə, yəni birinci şairlər də, misal üçün Nizami, Füzuli, Nəsimi, Müasir, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Mikail Müşfiq, yəni şairlər daha ön plandadır. Yəni bizim ədəbiyyat şairlər, yazıçılar yəni belə çox hallanmır da adları. Amma misal üçün Rus ədəbiyyatına baxanda, Rus ədəbiyyatında yazıcı şairlər də var orada, amma yazıçılar daha çox ön plandadır, yazıçılarımız. Bununla bağlı niyə görə bizim misal üçün yazıçılar, misal üçün bizim romanlar, indi siz neçə ilin bu qədər çoxlu romanlar oxumuş, kitablar olmuş. Mənim üçün fikriniz maraqlıdır ki, niyə görə bizdə misal üçün yazıçılar biraz arxa plandadır şairlərlə müqayisədə? Həm gözəl sualdır, həm də biraz əslində qəliz sualdır. Nəyə görə? Buna hərə öz prizmasından da cavab verə bilər, ümumi prizmadan da. Dünya ədəbiyyat tarixində lap belə Nobel mükafatçılarını da analiz eləsək görərik ki, dünya ədəbiyyat tarixində daha çox yazıçılar qalıb. Yapon ədəbiyyatından tutmuş, Alman ədəbiyyatı, fəlsəfəsi, Britaniya, Amerika və s. də ümumiyyətlə Fransız, Rus ədəbiyyatında ən çox yadda qalanlar və Nobel mükafatına ən çox layiq görülənlər yazıçılar oldu. Bizdə isə və bizim kimi cəmiyyətlərdə əzbərçilik sanki biraz ön plana qoyulub. Yəni bir şeiri əzbərləmək onu anlamaqdan daha vacib bir nüans kimi qeyd olunur. Məsələn, belə deyə də Səməd Vurğunun gözəl şeirlərini bilirik, düzdür. Amma Səməd Vurğunun elə gözəl bir əsəri var ki, Zəncinin Arzuları əsəri. O əsər bütün şeirlərinə dəyər. Bir də amma onu siz deyirsiniz, ta ki mən bilirəm və yaxud ədəbiyyatla marağı olanlar bilir də, düzdür. Amma onun şeirləridir Azərbaycan haqqında, mən tələsmirəm, misal üçün məşhur şeirləri var ki, amma onları deyir. Bəli. Bir də hər dönəmin, hər dövrün ola bilər ki, oxucu tələbatı olub. Oxucular məsələn görüb ki, istər Mirzə Cəlil, istər Axundov, Əbdürrəhim Haqverdiyev və digərləri biri dövrün tələbatını yerinə yetirib bəlkə də. Biri bütün tələbatları qoyub bir qırağa, əsas tələbatı görüb ki, bunun maariflənməyə ehtiyacı var. Mirzə Cəlil o aspektdən yanaşıb. Haqverdiyev o nöqteyi nəzərdən yanaşıb məsələyə. Axundovun özü milyonlarla şeir yaza bilərdi. Güya Axundov şeir yaza bilməz şeir. Elə gözəl şeirlər. Bəlkə yazıb həm də şeirləri də var. Amma Axundovun elə o 5 əsəri var. 6 komediya. Hə, komediya 6 aldanmış Kəvacir, məsələn, Hekayət Vəzir Xan Ləcə. Bunlar daha faydalıdır, amma bilən üçün. Məsələn, biz yenə deyirəm, biz qafiyəyə, əzbərçiliyə önəm veririk. Misal üçün, Tolstoyun Hərb və Sülhü, Anna Karinası, nə biləm, Dostoyevskinin Cinayət Cəza, Karamazov qardaşı, Yer altından notlar, Turgenev, Lal, indi ümum deyirəm, bizə Rus daha yaxındır, Rus ədəbiyyatı bir növdə. Bizdə misal üçün, niyə elə bir dənə misal üçün bir əsər, misal üçün da nəyə görə yoxdur? Ona görə ki, bizim xalq həm də şeiriyyata daha çox önəm verməyə, biri əzbərçilik, ikinci növbədə isə emosionallıqdır. Yəni, yazıcı bu qalınlığında bir kitab yazır, onu oxumağa ərinirik. Və yaxud da yazıcının həmin bu kitabını səsli şəkildə dinləməyə ərinirik. Amma bir nəfər toyda götürüb bir ana şeiridir, hamı kövrək. Bəli. Siz duyğusala çox bağlayırıq. Məsələn, 1984 əsərini, Karamazov qardaşlarını, Hərb və Sülhü və Martin Ideni və s. əsərləri oxuyub, dərk etmək, zənginləşmək hara? Bir də var ki, hər hansı bir şeiri əzbərləmək hara? Və bəli, dünya ədəbiyyatında da, yerli ədəbiyyatda da elə şeirlər var ki, onların özünü
kitab şəklinə salıb cild-cild kitablar buraxmaq olar. Məsələn, Hüseyn Cavidin elə bir-iki misrası var ki, Ondan bir kitab yazmaq olar. yurdu sarmış qabalıq, yaltaqlıq, yüksəliş varsa səbəb alçaqlıq. Bunun özündən bir kitab yazmaq olar. Məsələn, Sabirin elə kəskin satiraları var ki, qara yumor da var ki, onun özündən böyük bir kitabxana yaratmaq olar bəlkə də. Və yaxud da Cəfər Cəbbarlının o dövrün, məsəl üçün, aydın təfəkkürlü insanlarından biri idi. Haqverdiyevin, Mirzə Cəlilin və s. Bəziləri Mirzə Cəlili bəyənmir. Deyir ki, o nə yazıb ki, poçkutusu, nə bilim, saqqallı uşaq, belə ölülər. Güya ki, bəsit bir şeydir də. Yaxşı, Mirzə Cəlil o dövrdə nə yazmalı? Mirzə Cəlil oturub durub, axı, bu cəmiyyəti necə islah eləyə bilərdi, necə maarifləndirə bilərdi? Təsəvvür edin ki, ASTV-yə baxan bir xalqa o vaxtı gətirib drondan danışsın. Alınmırdı da. Yəni, Bəli. Cəmiyyətin şeyinə uyğun. Jiguli markalı maşın sürənlərə o vaxtı sən hibrid maşınları başa sala bilməzdin. Ona görə də o öz dərdindən yola çıxmışdı, öz problemlərindən, cəmiyyətindən, ətrafından yola çıxıb o əsərləri ortaya çıxarmışdı. Mirzə Cəlil bəli, indi yaşasaydı, mən deyərdim ki, elə Nobelin birbaşa qalibi olardı. Nobeli o alardı. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram, sağ olun.